Salam, bugün sizə bu labı necə həll eləmək olar onu göstərəcəm. Labda dediyinə görə OS Commit Injection boşluğu var və əgər biz bu labı həll etmək istəyiriksə 10 saniyəlik delaya səbəb olmalıyıq. Yəni sistem bizə 10 saniyə gecikmə ilə cavab verməlidir. Labımızı açaq. Və linkimizi port serverə ataq. Və bu qədər. Biz. OK, boşluğun yerini verməyib özümüz axtaracaq. Buradan ilk öncə Submit feedback var. Birinci bura baxa bilərik, çünki bu digər lablarda yox idi. Buradan məlumatları dolduraq və bu request-i incələyək. Fikir versəniz, body hissəsində heç nə yoxdur. Yəni, digər labdakı kimi heç cürə buradan biz who am I falan çalışdıra bilmərik. Və belə. İlk öncə biz burada name hissəsində yoxlayaq. Görək 10 saniyəlik gecikməyə səbəb olacaq. Gecikmələrə səbəb olmaq üçünsə sleep on komadından istifadə edirik, hansı sistem 10 saniyəlik yatırır. Və mən istəyirəm ki, əgər bu kodu oxuyursa, bundan sonraki kodları oxumasın. Bunun isə hashtag işarəsindən istifadə edirik. Bunu enkod edək. CTRL və belə. Gördüyünüz kimi bu işləmədi. Deməli, bizim boşluğumuz bu hissədə deyil. Digər hissəyə keçid edək. Email hissəsini yoxlayaq. Boşluq and və sleep on. Və əgər bunu oxuyursansa, digər hissələri oxuma. Və bu qədər. Bunu da URL enkod edək. CTRL O. Və gördüyünüz kimi respons bizə gecikərək gəlir. Bu da deməkdir ki, burada OS injection boşluğu var. Və bu qədər. Lab həll olunmalıdır, çünki bizə deyir ki, 10 saniyəlik gecikməyə səbəb olur. Və bu qədər.